Bir nesil bundan qabaq bir dünyasını dəyişən bir alimimiz var. Seyyid Ayətullah Fatiminiyə. Allah onu ruhun şad eləsin, bizə duası olsun. Azərbaycanlı idi. Azərbaycanda da xütbələri var. İranda yaşayırdı. Çox pak, təmiz, nəfəsi pak bir adam idi. Ayətullah Fatiminiyə deyir ki, Nəcəf şəhərində bir şair vardı. Adı Əhsəm idi. Qulaq asın. Əhsəm şair idi. Oturdu, namazını qıldı. Namazında elə durmamış, səccadəsində o canamaz ki var, səccada da əyləşmişdi. Bir İmam Hüseyin haqqında şeir oxudu. Şeir oxudu, yazdı, ilham gəldi ona. Heç kəsə demədi, yazdığı şeiri o canamazının altına qoydu. Qonşusunda bir alim yaşayırdı, tanınmış alimlərdən Şeyx Muhammed Yaqub. Axşam çağı yuxuda gördü Həzrət Əleyhisselam. Ona bir kağız verdi, Hüseynimin müsibətidir, oxu. Açdım deyir, gördüm ki, orada şeir yazdı. Mən tərcüməsin ərəbcədən sizə məzmunun deyirəm. Qəlblər daş bağladı. Hidayət də o qəlbləri yumşatmadı. Vay olsun, ölüm olsun, o qəlblər ki, daş bağlayıb. Daş bağlayıb da Körpə Əliyəsqəri oxuyarlar. Deyir, mənim yadımda bu kuplet qaldı. Şeirin bu misrası yadımda qaldı. Ayıldım, bunu yazdım. Səhər çağı dəstəmaz aldım. Getdim Həzrət Əleyhisselamın hərəminə, Əmir Əl-Mömin ağamızın ziyarətinə. Gedəndə dedim, qoy qonşum bizim şair Əhsəm var ha. Əhsəmə qoy deyim, şairdir. Ona deyim ki, bir şeir var. Sən bu şeiri özvə nümunə qərar verib, başlanğıc qərar verib, ülgü. Bu şeiri tut, ardını yaz. Döndüm, qapısını döydüm. Əhsəm gəldi qapıya. Dedim, Əhsəm, hələ heç yuxunu danışmamışam. Dedim, Əhsəm, bir şeir var. Uzatdım, göstərdim şeiri. Dedim ki, bax, mən onu belə yazmışam. Sən imkan varsa bu şeirin elə buradan başlanğıcını tut, ardını davam elə. Əhsəm bunu eşidən kimi hönkür-hönkür başladı ağlamağa. Qəşş elədi özündən. Əhsəmdir, gəl evə. Daxil oldum evə. Məni apardı düz namaz qıldığı səccadənin yanına. Səccadəni qaldırdı, oradan bir kağız çıxartdı. Baxdım, gördüm, Həzrət İslam yuxuda mənə o kağızı vermişdi ya. Həmin o rəngində şeir də orada. Görürsünüz, bir şairi İmam Əleyhisselam necə qiymətləndirir? Bir şeir yazır. Həzrət İslam alimə o şeiri deyir ki, oxu. Və ona da xəbər verir ki, yazdığın şeiri bizə çatdı, onu qiymətləndirdi.